dövləti ilə 7 cihana səs salmış bir kraldır. İnsanlar gəlir soruşurlar ki, ey kral, sən bu qədər yardımlar eləyirsən, bu qədər köməklər eləyirsən, sənin var dövlətin azalmır. Nədir bunun sirri? Bizə də öyrət. Kral deyir, mən yarışa girdim. Kimlə? Allah Subhane və Teala ilə. İnsanlar bunu necə yarışa girdiyini soruşurlar. Deyir, Allah Subhane və Teala bana verdiyi, əmr elədi ki, sən ehtiyac olanlara ver. Mən başladım verməyə. Allah verdi, mən verdim. Allah verdi, mən verdim. İnsanlar deyir, axırda nə oldu? Deyir, Allah Subhanahu wa Taala ilə yarışma olar. Elhamdülillah, o qazandı deyir. İndi o qədər verib, haylıyıb, bitirə bilmirəm. Görün, nə deməkdir bu? İnsanlar zəkat verməyə, sədəqə verməyə çəkinirlər. Vallahi ki, Allah Subhanahu wa Taala'nın əmri olan zəkat, sədəqə verdikcə malı dövləti çoxaldandır. Ehtiyac sahibindən çox verənə lazımdır. Ehtiyac sahibi onu bu dünyada istifadə elədi, bitdi. Ancaq sənin verdiyin sən axirətin üçün lazımdır. Yəni belə baxsa, ondan çox sənə faydalıdır.